Hər şey salam dostlar. Bu gün sizlərlə birlikdə yeni aldığım mikrofonu yoxlayacağıq dostlar. Bunu dünənlərim almışdım. Nə edirəm? Yəni sizdən bir yerdə açaq da görək necə deyil. Gördüyünüz kimi dostlar qutusu belədir. Baxın. Gördüyünüz kimi qutusu belədir. İndi açaq görək içində nələr var, nələr yox. Yəni dostlar açırıq. Gördüyünüz kimi belə bir şeydir. Dostlar içində belə bir şey var. Bunun telefonun şarj yerinə taxırsınız. Promo yəni mikrofona bağlanır. Mikrofon özü belə bir şeydir gördüyünüz kimi. Belə arxadakı knopkasına basıb yandırırsınız. Buradan da zatkaya qoyursunuz. Yəni təbii ki üstündə zatka adaptörü də verirlər. Həm bunda zatkaya qoymaq olur gördüyünüz kimi baxın. Beləsə. Bunda zatkaya qoymaq olur. Bunda zatkaya qoymaq olur dostlar. Belə. Dostlar bir də ki bundan sonra ola bilsin çox video kepka ilə gəldim. Çünki bilirsiniz məsələn ta ki buradan qoyanda səs daha çox zəif gəlir. Amma buradan belə qoysan, baxın belə səs daha yaxşı gələcəkdir. Ona görə bundan sonraki videolara ancaq kepka ilə gələcəm. Dostlar bir də sizdən səs effektini yoxlayaq. Bəli dostlar, gördüyünüz kimi mikrofona qoşdum. Mikrofon yəni necə deyim, o qədər də professional bir mikrofon olmasa, yəni mənə görə idarə edər. Mikrofonda nələr var? Yəni gördüyünüz kimi qutunun üstündə yazılıb, sizə də göstəreyim baxın. 20 metrdən uzağa qədər səs effektini işlətmək olur. Onu da birazdan yoxlayacağıq. Dostlar mikrofonu bura qoydum. Məncə səs effekti yaxşı gələr. Bilsin nəyə görə burada qoyuram? Həm burada yəni o qədər pis görsənmir, həm də ki burada yaxada qoyanda səs boğazdan gəlir də, səs pis gəlir. Ona görə ən yaxşısı burdandır. İndi birazdan mikrofonun yəni uzaqdan eşitmə falan hamısını bir-bir yoxlayacağam. İndi uzaq məsafədən səsi yoxlayaq. Məncə məni görürsünüz, çox da uzağa getməmişəm, buradayam. Baxın da səs effekti necə gəlir, yorumlarda falan yazarsınız. Məncə çox ideal bir şeydir, hələ ki istifadə edə görək nə olur. Bu arada bunu deyil, mən hələ ki yəni tətil olduğu üçün kənddəyəm, bir 4-5 gün falan Bakıya gedəcəm inşallah. Benim velosiped aid videolar çəkmirəm, çünki normal olaraq velosiped Bakıda mən Lənkərandayam. İnşallah Bakıya gedim. Bakıya gedim velosipedə aid 100% videolar gələcək. Həm sinif yoldaşımdan falan velosipedə əşyalar, ledlər falan almaq gedəcəm. O videonu da paylaşacağam, yəni qısa bir vlog kimi. Yəni belə dostlar, yəni mikrofon belədir. İnşallah bəyənmisiniz. Allah sizin, yəni sırf sizin üçün videolar keyfiyyətli olsun. Yəni tripoddur. Hal-hazırda baxın tripodda çəkirəm. Bilmirəm görürsünüz. Tripod almışam, mikrofon almışam. Hələ bir iki dənə led met falan da alacağam inşallah. Kanalımız olsa biraz böyüsün. Yəni bu mikrofonu tövsiyə edirəm. Yəni kanal mənim kimi YouTube-a ilk başlayanlar üçün falan necə deyirlər, tövsiyə edirəm. Belə dostlar, sağ olun. İnşallah Bakıya getdiyim videolar gələcək. Hələ ki rayonlarım yenə video falan ata bilmirəm. Ola bilsin bu gün axşamüstü maşına aid video atdım. Görüşərik. Sağ olun. Bu arada yadımdan çıxdı, zəhmət olmasa kanala abunə olub like atın. Sağ olun.